Hər kəsi salamlayırıq. Amaliya ilə birlikdə axşam gəzintisinə çıxmışıq. Çünki qabaqdan yay gəlir və arıqlamalıyıq. Liftin qapısına 10 saata bağlandı. Yəni 10 saata gəlir, 10 saata bağlanır belə. Port Baku ərazisindəyik. O binanın adı nə gedir? Hə? Özündən ad qoydu. Port Baku 2. Hə, tamam. Son zamanlar hər kəsin çox sevimli kafesi olan Second Cup. Bari-bala hələ gəlib çıxmamışıq. Burada nə qəşəng görsənir, kameradan görə qəşəng görsənir. Qəşəng görünür ha. İndi fikir verim bunu qəşəng görünür. Həmişə belə kondisioner səsi gəlir. Mənə çox maraqlıdır ki, bu səs niyə var? Ekspertimiz Amaliya xanımın izahına qulaq asın. Düşünürəm ki, orada hər bir kəsin bənizə görə ayrı olmadığına görə ümumi havalandırma sistemidir. Ondan da belə səs gəlir. Bəli. İndi isə gedirik Crescent Mall-a, baxaq görək Zara'da nələr var. İşıqlandıq nəhayət ki. Kətan paltarın qiymətinə 149 manatdır, arxası isə bu formadadır. Daha sonra belə kətan şortik var və bunun da qiyməti 109 manat. Bu mənim xoşuma gəldi. Mən də belə rəng çox sevirəm. Belə rəng çox sevirəm. 55 manatdır. Materialı da çox qəşəngdir. Bu şortu da bəyəndim. Bu da çox qəşəng stillidir. Bunun qiyməti isə buradadır yəqin ki 69 manat. Buna verməyə dəyər 69 manat. Çox bəyənirəm həqiqətən də. Bunun da qiyməti yəqin 100 manatca da var da yəqin ki. 89 manat. Çox qəşəngdir. Burada belə platyalar var. Bu materialı sevmirəm dostlar. Yəni mən başa düşə bilmirəm ki, bunu yayda geyinə bilərsən, yoxsa qışda, yəni heç cür tutuzdura bilmirəm. Bu da 89 manatdır. Bunun materialı, bu çox qəşəngdir bax. Belə baby pink deyirlər də. Bu baby pink rəngini çox sevirəm. Bu da hardasa 59 manatdır. Bunu çox bəyəndim. Bu arada Zara'nın aksesuarlarını da çox bəyənirəm. Düzdür, bunu taxmaram, bu çox abartıdır, amma bu çox qəşəngdir. Temuda buna bənzərləri var, dəniz ulduzu. 55 manatdır. Sonra, bu da çox maraqlıdır, amma belə şeylər taxa bilmirəm, qulağım ağrıdır. Və 49 manat, misal üçün buna vermərəm. Buna verərəm, hadisi 55 manat. Bu nədir belə? Bu da mənim tipim deyil. Ay günlərə özəl. Bunun balacasını kotundan almışam. Bunların rənginə baxın. Bunlar 59 manatdır. Ay Allah, bunlar hansı ölçüdür? Yəni, bunu çox incə qızlar ancaq giyinə bilər. Amma bunu çox bəyəndim həqiqətən. 59 manat. Neçədir? Neçədir indirimdə? 55 manata. 89 manatda. Yox, indirim. Burada. Bu çanta necədir? Bu çanta sizcə neçədir? Dərədədəm 99 manat. Sonra mənim sevdiyim rəng tonları təbii ki göy rəngdir. Bunu çox bəyəndim. Kəməri də çox qəşəngdir. Bu da 139 manatdır. Bu köynək 79 manatdır. Və bu yubqalardan xoşum gəlir. Belə cins. Bundan məndə var. H&M-dən almışdım. Mən 55 manat almışdım. Burada 79 manatdır. Və belə bir tulum da var. Formada. Xaki rənglər bu aralar çox dəbdədir. 79 manatdır bu. Və belə bir
geyim də var. 119 manat. Ha, bu broşkadır. Maraqlıdır bu. Bu da 89 manatdır. Bunu çok beğendim bu arada. Böyle açkiler takmışıq. Necədir, yaraşır. Neçədir bu? Bu 909 manatdır. Bu da 715 manat. Çok ucuz. Bu açki necədir? Sizə niyə heç bir açki yaraşmır? Nədir? Bunun qiyməti təxmin etmək Bu olar. 631'dir. Bəs bu 1215 manat. Mən bir şey kəşf etdim ki, qızlar, mənə Ray-Ban açki yaraşır. Baxın. Ray-Ban açkinin forması ümumiyyətlə mənim üzümə düşür. Gəlin bir neçə Ray-Ban'ın modellərinə baxaq. Bunun qiyməti 495 manatdır. Biraz belə sadəsinə baxaq. Misal üçün belə bir modelə. Bu 335 manatdır. Qiymət daha münasibdir. Stradivarius da qəşəngdir, rənglidir. Bu şalvar xoşuma gəldi, 69 manat. belə aşağı gedir. Mən belə aşağı xoşduram. Bunu da bəyəndim. Bu da çox stillidir. Neçədir baxam. Bu 89 manatdır. Bunun qiyməti 79 manatdır. Bunu da bəyəndim. Bu da 79 manatdır. İncə modeldir. Bunlar da qəşəngdirlər. 55 manatdır bu. Coachella style. Ümid edirəm düz dedim o sözü. Blogerlərin sevimli trendi. Çanta 69 manat. Belə bir jilet 69 manat. Bunların dəbi çoxdan keçib. Və belə bir ayaqqabılar da var. Bu ayaqqabı rəngi çox maraqlıdır. Belə tünd qəhvəyi tonlardadır. Xoşum gəldi bundan. 89 manatdır. Bu neçədir deyə sorsanız əgər, bu da 89 manat. Bu da çox minnaşdır. Bu da 79 manat. Belə bir rəngi də var. Stradivarius'un ən çox ayaqqabılarını bəyənirəm bu arada. Bu ayaqqabılar necə geyinirlər? Mən geyinə bilmirəm bunların. Qiyməti də yüksək. Hələ bir dənə burada bir çanta göstərəcəm sizə. Yəni bunu necə taxırlar? 109 manat verərsiniz bu çantaya. Maraqlıdır. Buna vermək olar. Amma obisine yox. Burada qəşəng baletkalar da var. Çox qəşəng incədir. Bu da 79 manat. Parpois'da paltar satıldığını heç bilmirdim açığı. Və burada belə maraqlı bir broşkalar diqqətimi cəlb elədi. 9 manatadır misal üçün bunlar. Belə çantalar var. Bu çanta çox maraqlıdır. 99 manatdır bu deyəsən. Həsir çantalar heç vaxt dəbdən düşmür. Burası aksesuar sistemidir. Burada ətir də satırlarmış. Baxın iynə. Yaxşıdır. Sonra burada nə aksesuarlar var. Bu maraqlıdır.
ərəb stilində 45 manatdır. Bunlara bax, böcək oxşur. Bunları bəyənmədim. Nerede el işidir? Ay, bunu çok beğendim. Buna baxın. Bu da 29 manatdır. Bu əslində bir neçə günün birləşdirilmiş bir vlogudur. Çünki hər günü ayrı-ayrı eləmək biraz çətin gəlir. Həm də montaj eləmək, həm də çox video olanda məncə biraz yəni yorucu ola bilər. Ona görə bir neçə günü yəni ki birləşdirib bir vlog halında düzləndirməyə qərar verdim və içəri şəhərdəyik. Hava nə gözəldir. Yanımda Gülər var. Gülər səyahət vlogeridir. Və biz birlikdə inşallah maraqlı səyahətlərimiz olar. İndi isə gəlin içəri şəhəri biraz gəzək. Düzdür, yəqin ki Azərbaycanlı olaraq hər birimiz içəri şəhərdə olmuşuq, bilirik buranın hər bir küncünü bucağını. Amma hər dəfə də gələndə o özümü turist kimi hiss edirəm. Elə bilirəm yeni yerlər kəşf edirəm içəri şəhərdə, çox maraqlıdır. Çəkməyə doymuram da, deyirəm elə hər yeri belə çəkəyim, çox maraqlı gəlir. Çox maraqlıdır Həqiqətən bizim incimizdir də içəri şəhər. Bakının incisi. Burada baklavacaq çıxır. Salam. Çox sağ olun. Qız qalası. Şəhərində turist olmaq. Aha. Maşın sürəndə şey olur, belə stres keçirir. Mən istəmirəm maşın olsun burada, rahat olur adam belə. Çox maşın gələndə rahat gəzə bilmirsən. Qaşıqlar. Bu qaşıq dəsti neçəyədir? 10 manat. Neçə dənədir burada? 6 dənə yazılır. Azalın təyyarəsini istəyənlər buradan tapa bilərsiniz. Neçəyədir Azalın təyyarəsi? Böyük. Azanın təyyarəsi neçədir? Hansı? Böyük balaca. Böyük. Böyük 20 manat. 20 manat. Belə qəşəng bloknotlar da var öz simvolumuzla. Çox sağ olun. Siz də sağ olun. Burada belə maraqlı çantalar var. Ələddinin çırağı. Şuna baxaq. Baku. Qəşəng şeylər var ha. Çantalara bax, çantalar maraqlıdır. Qəşəngdir, rəngarəng. Məncə hədiyyə kimi belə şeylər alıb aparmaq olar. Maraqlı bloknotlar. Maraqlı şeylər var. Bunu bilən qiymətini soruşum. Salam. Bunlar neçədir? 10 manata baxın, həm qələmdir, həm də bloknotu. Nəysə, hər şeyin qiymətini soruşub cəmaat narahat eləmək istəmirəm. Ona görə bir neçəsinin qiymətini bilsək bəs də. İndi isə gedək Qız Qalası. Qız Qalası möhtəşəmdir. Gedək Qız Qalasını görməyə gəzəndə. Qız Qalasına bircə dəfə qalxmışam. Bircə dəfə qalxmışam. Mən də bircə dəfə qalxmışam. Hə, onu da ki, sən Məncə nə bəs vaxt? edir Məktəb bircə dəfə vaxtı. qalxmaq. Mən yox, təzələrdə qalxmışam. Artıq 2 il olar qalxmışam. 2 manat da hə deyəsən giriş. O qiymət yadımdadır ki, biz ödənişsiz qalxmışdıq. Gedək soruşaq maraqlana. Hə, Gülər. Nə vaxtdan vlog eləyə başlamısan? Mən 2 ildən artıq vlog eləyirəm. Vlog eli deməyək də, həvəskar özüm üçün paylaşımlar eləyirəm. Yəni mən elə də iddialı deyiləm. Ay, bismillahirrahmanirrahim. Azan səsi gəlir. Amin. Bu arada bir dənə Hind filmi çəkilmişdi burada. Gülər xanım gəlin. Gəlir. Əgər məni xaricilər izləyirsə, Hindistanlılar bilirəm məni izləyir. Ona görə belə qısa məlumat verim ki, bura Old Bakudur. Yəni köhnə Bakı, qədim Bakıdır.
Burada Muğam restoranı var, burada Muğam klub. Bura en sevdiğim restoranlardan biridir. Çok muhteşemdir. Şurada aslında çekiyorum. Güler kameranı çevrene kadar. Profesional çeşir. Sen öğrenəsən, ama bu kameranı öğrenene kadar dəli olmuşam. Sen gidelim. Güllələrin də işığı yanır oradan. Ama gülleler qəşə düşmədi. Bu çox hər şey. Bu arada bu bizim milli papaqlarımızdan biridir. Baxın, bu papaqla şəkil çəkdirmək 1 manatdır. Burada xalçalar satılır. Bu bina çox gözəldir, hə? Qəşəng. Biz özümüz elə bələdçiyik. Axşamın bu saatında peşkom gəzmək, piyada gəzmək çox qəşəngdir. Mən xoş gəlir. Laf ləzzət. Çox qəşəngdir həqiqətən. İş stresindən sonra. Çox yaxşı. Bir şirgürcü olaraq məni cəlb elədi bu stəkan 20 manatadır. Məncə bahadır. Mənə baxın, nə şirin şeylər var burada. Ha? Amma buradan qəşəng hədiyyələr almaq olar. Hindistan iyisi gəlir buradan. Ay, bu sırğa nə qəşəngdir. Hindistan sırğasına oxşuyur. İlan. İndi isə gəlin bir yerdə yemək bişirək. Bugün deməli, baxın, bu göbələyi bişirəcəm. Göbələyin yarısına demək olar bişirəcəm ki, 2 gün yeyim. Buna kartoşka qatacağam, uzun halqa-halqa soğanlarla bişirəcəm və təbii ki, biber və pomidor. Bir də mən Gürcüstandan çox maraqlı bir duz almışam. Bu duz bildiyiniz Hindistan yeməklərinin dadını verir. Yəni həqiqətən bu da çox xoşum gəldi. Demək olar bütün yeməklərə qatıram. İndi isə gəlin göstərim. Təbii ki, soğan doğrama prosesini çəkməyəcəm. Ümumilikdə bütün yeməkləri hazırladıqdan sonra deyim. Yəni belə ümumi deyim ki, birinci soğanı halqa-halqa doğrayıram, birinci onu qovururam, sonra göbələkləri əlavə edirəm, sonra pomidor, biber və ən axırda isə ədviyyat. Bu qədər. İndi onun hamısını çəkdikdən sonra, yəni ümumi sonda nə olacaq onu sizə göstərəcəm. Deməli qızlar, baxın belə soğanı indi burada qəşəng qovururam. Belə göbələkləri doğramışam. Bu da sinə ətidir. Birazdan kartoşkanı da doğrayacağım və belə biraz da yağ əlavə edəcəm. Sarımsaq da əlavə edəcəm. Bu qədər. İndi görək yeməyimiz necə çıxır. Böyle. İpek ya. Nereye gidiyorsunuz ya? Şuradan biraz uzaklaşsın dedim, çocuk dışarı çıkartıyorum ya. Neden? Hayır çıkarma. Bunların ne yapacağı belli değil ya. Sen iyice kafayı yedin ha, delirdin. Saçmalıyorsun sen ha iyice. Ne diyorsun ya? Bunlar kendi öz çocuğunu mu kaçıracaklar? Hapis edecek. Kaşmir değil işte yanından aldı İleride götürdü. elinden ya. Hapis mi edecek bu çocuğu ya? Annesi. Götürme. Geri gelin film izleyelim. Saçmalama, kafasını dağıtıyorum çocuğun. Allah aşkına Leyla iyice kendinden çıktı. Bunları bu qədər çox doğramışam. Amma əslində bunları depolayacağım. Yəni marazilikaya qoyub saxlayacağım. Demək olar ki, yemək hazırdır. Bir dənə kartoşka gec bişir. Bu arada mən buna sarı köftə əlavə edəcəm. Bəhərəki biraz daha sulu olsun deyə örtüm. Və burada deməli bizdə sarı kök var. Əslində bu sarı kökü mən Hindistandan almışam. Prosta belə bir qaba yerləşdirdim. Daha sonra isə belə bir duzu göstərmək istəyirəm sizə. Çox ədviyyatlı və maraqlı bir duzdur. Gürcüstandan alınıb. Qeyd etdiyim kimi çox dadlıdır. Yəni
Hindistan yeməklərinin dadını verir. Çox ədəbiyyatlıdır. Əgər ədəbiyyat sevirsinizsə bunu alın. Və bu arada əgər Gürcüstana gedən hər hansı bir dostum, izləyicim varsa, çox aşırı mənə bu dozdan gətirsin. Çox bəyənirəm həqiqətən də. İndi bunları da əlavə edəcəm. Bu arada mən Leyla filminə baxıram. Hiç beğenmedim ya. Baxa-baxa pişirirəm. Bu arada qızları maraqlandıracaq bir məlumat verim. Deməli, Cotton'da endirim var idi və mən də bu fürsətdən yararlanıb bir neçə aksesuar almışam. 2 aksesuar alanda biri pulsuz olurdu. O da necə olurdu? Yəni, ən ucuz olan hansı idisə onu pulsuz verirlər. Gəlin sizə göstərim nələr almışam. Birinci bundan başlayaq. Məncə bu 4 manata çox gözəldir və nəzərə alsaq ki, artıq yay gəlir və səyahətlərimizdə də istifadə edə bilərik. 9 manatdan 4 manata düşür. Məncə bu cür aksesuarlar adətən baha olur. Ona görə də bu qiymətə məncə gözəldir. Bu mənə pulsuz başa gəldi. Daha sonra belə halqa sırğalar aldım. Şri-Lankaya gedəcəm. Orada daha çox hörüklərdən istifadə edəcəm. Ona görə də düşündüm ki, çoxdan da baxın, xüsusi olaraq bu ölçüdə, bu eyni ilə bu ölçüdə və hər iki rəngdə istəyirdim. Daha sonra ayaq bağları aldım. Baxın, belə 3 dənəlidir. Sadə modellərdir. Və bu da 6 manatdır. Ümid edirəm ki, rəngləri getməz. Amma məncə getməz. Çünki bu elə bir şeydir ki, getməyini düşünmürəm də. Yəni, getsə də bilinməz. Bu qədər. Çox uzunmalar vermişlər. Aytac məni gətirib metropola. Belə dadlı yeməklər sifariş verib, sağ olsun. Bizə nuş olsun. Aytac, buranı bəyənirsən deyəsən. Çox bəyənirəm. Demək olar ki, neçə il bundan qabaq da gəlirdi. İndi hər dəfə gəlib, bu səfər daha özəl gəldim də, çox sevdim. Oo, çox sağ ol, təşəkkür edirəm. Sənin sayəndə mən də buranı sevməyə başlamışam. Tez-tez storylərində görürəm. Nuş olsun. Bizə nuş olsun.